çalır. Bax, mənim qardaşım gəlir, doğma qardaşım bura. Telefonu qoyuzarıq ki, çalır, heç götürmür də. Mənim telefonum orada çalır. Mama, telefonun səsini kes, bu birisi telefona qulaq alsın. Televizora qulaq alsın. Mənim telefonuma mənim uşağım yaxın getmir. Dedi, uşaq yazıb. Ne güzel, sana bir şey sor. Kardeşim barıştı mı arvadıyla? Barışdı, ay Tutu. Sənin başın hardadır? Tutu gəlməyib, deyir ki, Tutu deyir ki, uşaq yazıb deyir. Mən bir sabah birdən anlandıracağım ki, mənim uşağım yaza bilməz. O sevgi, yaxşı, mənim evimdə yaxşı kişi yoxdur ki, mən sevgi etiraf eləyəm. Heç kəs yoxdur. Bir mənim oğlumdur, bir qızımdan oğlumdur. Bu sevgi SMS-lər bunun telefondan çıxmaq. Mən yazmamışam. Mənim oğlum sevgi bilmir, mənim oğlum sevgi bilmir. Gəzər kim çalır? Neyəli 4 çıxdı dəvələri. Durub da Tutuya sevgi SMS-lər yazıblar. Vallahi o veriblər. insanların içinde ala karga bala çıkartmaz. Vallahi beter yamandılar o insanlar. Xatadılar, şərdirlər, böhtandılar. Hələ mənim oğlum Samir yazdırım. Mən qəti mənə dedi ki, mama, bax belə oldu. Deyən gör danış, babağı danışır, bax. Tutu'nun nömrəsini, Tutu'dan nömrəsini aldı. Mən oturmuşdum, telefonla oynayırdım. Tutu'nun nömrəsini aldı, mən də baxırdım. Tutu'nun nömrəsini aldı, dedi ki, Tutu'nun nömrəmi ver, danışarıq. Tutu da dedi ki, yaxşı. Nömrəsini verir, onda mən nömrəsini, Tutu'nun nömrəsini bilmirdim. Belki de Tutu'nun telefonundan özüne salam yazmış. Mənə dedi ki, Elmar Tutu'ya salam tanış olmaq olar, elə yaz. Mən dedim ki, mən yox, mən niyə? Deyirəm də bunluq deyil. Ya Tutu belki de özü yazmış. Öz yazıb da. Yox, Allah yazıq uşaqdır da, burada nə var ki? Heç mən yazmamışam. Uşaq görsən çaşmadan düzün danışır. O uşaq yazsaydı dili topuq döyərdə. Görsən necə ardıcılıqla düzgün şəkildə